Herkese salam. Bugün üniversiteye giderken makyajımı necə edirəm, onu çəkəcəm. Hər gün makyaj edirəm üniversiteye gedəndə. Arada bir dəm istəyəndə falan edirəm, amma əksər hallarda makyajsız gedirəm. Çünki səhər qalxıb makyaj eləməyi mən ikinci plan atıram. Gecikməyim deyə də çox ağır makyaj etmək istəmirəm. İndi isə keçək makyajımıza. Əvvəl üzümlə nəmləndirirəm, nəmləndirəm. Məhsulların hamısını demək olar ki, əlimlə tətbiq edirəm. Çox az məhsul, fırça ya da sponjla tətbiq edirəm. Bugün həm də Instagramdan mənə gələn bir-iki sual cavablandıracağam. Biraz çox olur. Keçək ilk sualımıza. Necə oldu ki, bu ixtisasda oxumaq istədin? Yəni mən indi biotexnoloji ixtisasını oxuyuram Bakı Mühəndislik Universitetində. Yəqin ki, paylaşımlardan falan səhv keçirsəz görəcəksiniz. Mən əlbəttə ki, hər 4-cü qrupa gedənin, hər deməyim, əksər 4-cü qrupa gedənlərin arzusu həkim olmaqdır. Mən də uşaqlıqdan müəllim falan olmaq istəyirdim. Amma 7-ci sinifdən sonra mən kimya biyoloji təmayüllü liseyə qəbul olmuşam ki, orada qəbul olunca həkim olmaq istəyirdim. Amma yəni bu arzu biraz həkimlik ağır sənətdir. Nəysə, 11-ci sinifə kimi gəldik. 11-ci sinifdə keçək blok fənlərini gedirdim, buraxılış fənlərini. Mən buraxılış fənninə 9-dan, blok fənnisi 10-cu sinifdə başlamışam. Blok buraxılış fənləri yaxşı gedirdi. 9-cu sinif buraxılışımdan da 207 bal gəlmişdim. Əslində 4-cü qrupa görə o bal çox azdır. 9-cu sinifdə olsa çox az bal eləyir. 11-də artmalıydı da o bal mən. Nəsə, 11-ci sinifdə buraxılışı da verdim. 250 bal yığdım buraxılışdan. 42-43 bal artırmışdım da 9-cu sinifdə. Buraxılışı verdim. Sonra blok ərəfələrində mən həkim 15-20 gün qala mən müəllimlərimə dedim ki, mən həkim olmaq istəmirəm da. Müəllimlərim də deyirlər biraz tez qərar verirsən, biraz gözləyərdim da. Yəni zarafat dedilər. Mən nəsə blok imtahanı falan verdik. Birinci yaxşı keçmədim. İkinciyə də 4-cü qrupa verdim. Əslində fikirləşirdim ikinciyə 1-ci qrupa verim. Mən həmişə mamam falan da deyirdi ki, 1-ci qrupa ver. Kaş verərdim amma nəysə. Nəsə 4-cü qrupa verdim ikinci blokda da. İkinci blokda birincidən 20 bal artıq vermişdim. Cəmi 535 balım var idi. Yəni 535 baldan da verə biləcəyim və Məlikə Abbasayda da bir çıxışında demişdi ki, gələcəkdə biotexnologiya çox ehtiyac olacaq da. Onu da belə əsaslanaraq biotexnologiya ixtisasında biraz araşdırdım. Onu vermək qərarına gəldim. Belə də həm də gələcəkdə lazım olacaq peşələrdən biridir. Həm də məsələn həkimliyə düşməsəm, ikinci planda onsuz da fikirləşdiyim ixtisas biotexnologiyadır. Belə. Mən təmayüldən çox vaxt istifadə eləmirəm. Çox vaxt sadəcə gözümün altına konsealer vururam. Bir də üzümün bir hissəsində ləkə var. Böyük bir ləkədir, gedir bu. Ona konsealer vururam. Tutardı, başqa heç yerə işinə vurmuram. Amma bu gün təmayüldə vurmaq istədim. Məsələn, ikinci sual keçək. İkinci sualda deyir ki, gələcək üçün məqsədim nədir? Gələcək üçün məqsədim hələ ki tələbə olduğum üçün. Yəni əslində gələcəklə bağlı çox fikirlərim var. Amma gələcək üçün məqsədim çoxdur. İndi hələ ki tələbə olduğum üçün fikirləşdiyim şey birinci universiteti bitirib magistr eləməkdir. Magistr xaricdə eləmək istəyirəm. Valideynlərim də təsdiqləyib da bu istəyimi. Məncə elə ən yaxşısı gələcəkdə yaxşı peşə sahibi olmaq üçün magistri xaricdə eləmək lazımdır. Xaricdə elədikdən sonra elə bil daha çox qapılar açılır deyim də sizə. Ona görə əvvəl universiteti qurtarıb sonra magistri xaricdə eləyib özümə yaxşı bir iş tapmaq istəyirəm. Elə. Sonra üçüncüdə bir qız yazıb ki, çox şirin qızsan, başda bunu qeyd etmək istəyirəm. Sonra 4-cü qrup özün istəyib verdin, yoxsa ailən istəyib. Çox sağ ol, sən tanıdığım bir şəxsdir. Onu demək istəyirəm ki, sən də çox şirinsən. Ailəm şey eləmir də, amma öz qərarımı dedi ki, nə istəyirsən onu elə. Yəni basınc eləmədi ki, üstündə sən bu ixtisasa get, bu qrupu seç falan. Əksinə mənim valideynim, anam deyim, valideynim deyirdi ki, 1-ci qrupa get, 4-cü qrup çox yorucudur, yorulacaqsan falan. Mən onu eşitmədim, amma gərək eşitərdim. Nəsə belə. Sonra bir nəfər yazıb uğurlar, çox sağ olun. Bir nəfər yazıb nə zamandan bəri YouTube çəksən və ya marağın varmı? Mən uşaqlıqdan bəri YouTube çəkmək üçün marağım olub. Yəni balaca vaxtı influencerlara falan baxırdım, eləyirdim YouTuberlara. Deyirdim ki, gələcəkdə mən də YouTube kanalı açacağam, YouTube çəkəcəm. O da bir il bundan öncə işlətməyə başlamışam YouTube'u. Amma belə çox aktiv deyildim. İndi inşallah aktivləşəcəm getdikcə. Yəqin ki, takipçim də çox olar, amma yəni uşaqlıqdan istəmişəm YouTube kanalı açmaq, YouTube'da videolar falan çəkmək. Belə. Sonra biri yazın, ən böyük arzum nədir və onu çatmaq üçün ilk addım atmısanmı? Ən böyük arzum belə hələ ki ən yaxşı istədiyim, oxuduğum ixtisasın yaxşı bir mütəxəssisi olmaq və gələcəkdə yaxşı bir peşəyə sahib olmaq istəyirəm. Yəqin ki, indi ilk addım olaraq universitetə qəbul olmuşam, oxuyuram falan. Yəqin ki, ilk addımdır bu. Belə. Növbəti sualımız uşaqlıqda ən çox etdiyim dəcəllik nə olub? Belə mən uşaq vaxtı yəni çox dəcəl olmamışam. İndi deyəcək sözün tərkibi falan, amma yox, mən çox dəcəllik eləməmişəm. Ən çox yəqin ki, dəcəllik sayılır mı bilmirəm. Qardaşımla mən uşaq vaxtı çox dalaşırdıq. Yəni ikimiz də normalda heç məsələn ev dağıtdaq, nə bilim, harasa gedəndə dəcəllik eləyən, kimlənsə dalaşan uşaq olmamış, amma bir-birimizdən çox dalaşmışıq evin içərisində. Ona görə də yəni ən böyük dəcəllik onu deyərdim. Sonra hansı film və ya kitab sənin həyatına baxışına dəyişib? Mən çox kitab oxumamışam bu günə qədər. Oxuduğum kitab biri Şirin Portağal ağacımdır. Hamının Şəkər Portağalı deyə tanıdığı kitabdır. Biri də Səfirlərdir. Səfirləri bitirməmişəm. Amma ikisindən də müəyyən qədər dərs çıxarmışam deyə bilərəm. Baxış açısının nə qədər dəyişibdir desəm, çox az minimalist dərəcədə. Mənim onsuz da baxış açım normal insanlara görə biraz fərqlidir. Yəni normal insan deyəndə Azərbaycanlılara görə deyim də. Biraz fərqlidir. Amma belə də çox az dəyişibdir. Çox yəni fərq göstərdiyini deyə bilmərəm. Əgər keçmişdə bir günü yenidən yaşamaq şansın olsaydı, hansı günü seçərdim və niyə? Keçmişdə bir günü 2019-da atamın təbii yoldaşlarından biz Göygölə getmişdik. O gün çox maraqlı keçmişdi. Yəni bu günə qədər də xatırladığım ən xoşbəxt olduğum günlərdən biridir. Yəni seçsəm o günü seçərdim və ona yenidən qayıtmaq istərdim. Həmin gün hər kəs ailəsindən birgə idi. Çox maraqlı gün keçmişdi. Uşaqlar falan çox əylənmişdik orada. Yəni o günü yenidən yaşamaq istərdim. İzləyicilərinə heç vaxt demədiyin, amma maraqlı olan bir fakt varmı? Mən belə çox söhbət eləməmişəm izləyicilərimlə də, yeni videolar çəkirəm, amma belə fakt olaraq nə deyə bilərəm? Çox belə fakt yoxdur. Siz yorumlara mənimlə bağlı fərziyyələrinizi yazın, doğru ya da olmadığını deyim. Sonra ən gülməli və ya ən utandırıcı hadisən hansı olub? Ən gülməli
Gülməli hadisələr çox olub, amma yadımda çox qalmır mənim elə şeylər. Utandırıcı hadisəm 7-ci sinif 7 ya da 8-də oxuyurduq səhv eləmirəmsə. Bir gün bizim Azərbaycan dili müəllimimiz həm də məktəbin direktoru idi. O sinifə girdi, nədənsə bağlı dedi. Mən orada güləndə öz gülməyim gəldi. Gülməyim biraz qəribə çıxdı. Ən utandırıcı yəqin ki ola bilər. Ən olmasa da yəni utandırıcı hadisələrdən biri idi. Pul önəmli olmasaydı hansı işlə məşğul olmaq istəyərdin? Pul önəmli olmasa, əslində belə baxıram, mən işləmək istədiyim ixtisasların hamısı belə indi mali baxımdan yaxşı ixtisaslardır. Yəni işləmək istəyərdim dizaynerlik, memarlıq, ən çox memarlıq yəqin ki istəyərdim. Amma da həyat bizi bu tərəfə sürükləyib. Burada da belə davam eləmişik. Amma yəqin ki memarlıq istəyərdim. Sonraki sualımız, səni həyatda ən çox motivasiya edən nədir? Mənim həyatda ən böyük motivasiya qaynağım ailəmdir. Bir də gələcək məqsədlərim, xəyallarım, arzularım, bir də ona çatmaq istəyim də. Yəni başqa motivasiya, hələ ki motivasiya mənbəyim yoxdur. Dostluqda ən vacib hesab etdiyim dəyər hansıdır? Məncə dostluqda qarşılıqlı güvən, sevgi bağları olmalıdır. Bir-birinə inanmalıdır. Yəni dostlar heç nəyi gizlətməməlidir bir-birlərindən. Belə də. Sonra ən çox öyrəndiyim həyat dərsi, yəni öyrəndiyim həyat dərsi, o bir motivasiya videosu var, deyir, yapmaya devam et. Bax, onu məncə həyat dərsi nə qədər səhv çıxartsan da elədiklərindən, səhvlərini səni daha yaxşı birisi edir, daha gələcəkdə az səhv eləməyinə təməl yaradır. Ona görə yəqin ki səhvlərimdən dərs çıxardaraq yoluma davam eləməyim olardı. Sonra boş vaxtlarını necə keçirmək istəyirsən? Boş vaxtlarımı ən çox sosial mediada keçirirəm. Yəni TikTok, Instagram və YouTube hesabım olduğu üçün onlardan bir məşğul olmaq istəyirəm. Bir də normal elə YouTube-dan filmlərə baxıram, TikTokda falan kimsə danışan nəsə paylaşır, onları falan izləyirəm. Belə başqa çox bir şey eləmirəm yəni. Bir də rəsm çəkmək sevirəm. Rəsmlə marağım var. Kursa falan getməmişəm heç, amma evdə özüm Pinterestdən falan şəkillər tapıram, ona baxaraq rəsmlər çəkirəm. Həm rəngli, həm ağ-qara belə rəsm çəkirəm. Sonra ən böyük qorxun nədir və onunla necə mübarizə aparırsan? Mənim ən böyük qorxum dəniz, göl, suya da. Mənim fobiyam var suya. Talassofobi deyə bir şeydir. Bilmirəm adını düz dedim amma yox. Elə bir suyun altında nəhəng bir canavar var imiş kimi deyim. Elə bir canavar var və mən hər an suyun altına girəndə yeyəcəkmiş kimi hiss edirəm. Ona görə heç vaxt dənizə getməmişəm bu qorxuma görə. Bundan da yəni əslində qorxularımızın üstünə getməliyik. Mən əvvəllər qaranlıqdan da qorxurdum, amma artıq qorxmuram çünki qaranlıqda 1-2 dəfə özümü saxlamışam ki, yəni yol getmişəm, nə bilim. Qaranlıqda qalmışam ki, çox yəni bu qorxumun üstünə gedim, onu aşmışam. Amma belə su fobiyaya inanmıram aşacağıma. Çünki ona cəhd eləmirəm. O uca fobiyadır, qorxudan keçir, uca fobiyadır o. Sonra əgər sabah başqa ölkədə yaşamaq şansım olsaydı, bu hansı ölkə olardı? Mən əslində yaşamaq istədiyim çox ölkələr var. Yəni istəyirəm ki, fərqli ölkələrdə yaşayım, qalım. Ən çox yəqin ki İsveçrə olardı. Məsələn, desəydilər ki, sabah İsveçrəyə getmək şansım var, orada yaşayacaqsan, mən İsveçrəni seçərdim. Yəni yaşamaq istəyərdim orada. Sonra izləyicilərinə bir məqsəd vermək istəsəm nə deyərdin? Yenə bayaq dediyim kimi, səhvlərimizdən nə qədər səhvimiz olsa da səhvlərimizdən dərs çıxardaraq yolumuza davam eləmək lazım olduğunu deyərdim. Yəni səhvlər insanı daha güclü, daha yaxşı formaya salır. Yəni daha yaxşı nətər deyim, versiyasını üzə çıxardır da səhvlər insanı. Ona görə yəni səhvlər eləyərək yolumuza davam eləməyinizi deyərdim. Səncə uğurun açarı nədir? Uğurun açarı klassikləşərək demək olar ki, çalışmaqdır. Yəni bu ən klassik bir cavabdır ki, hamı deyir ki, uğurun açarı çalışmaqdır. Çalışmaqdan betər çox çalışmaqdır. Yəni insan düzdür, çalışarkən, uğur qazanmaq istəyərkən insan özünə də vaxt ayırmalıdır, özünün sosiallığından falan uzaqlaşmamalıdır. Amma yenə də çox çalışmalıdır. İkisini bir yerdə, məncə həm həyatı, həm sosial həyatı ikisini paralel şəkildə aparmağı bacarmalıdır. Uğurun açarı budur. Sonra özünü 5 ildən sonra harda görsən, özünü 5 ildən sonra yəqin ki magistr tələbəsi olaraq və özünün kiçik bir biznesi olan bir qadın olaraq görürəm. İnşallah gerisi eləcək də. Mən də makiyajı biraz qarışıq aparıram. Başda eləməli olduğum şeylər axır deyirəm. Amma nəysə, yonsuz da. Belə əslində sadə eləməyə çalışdım. Yenə elə bil abartı oldu. Bu arada istifadə etdiyim məhsulların hər biri Faberlic'dəndir. Faberlic məhsullarından istifadə edirəm. Hər birini burada göstərməyim sizə. Bu pomadasıdır, dodaq boyası. 4992 nömrəsi. Konsileri 6810. Sonra Halalın belə bir maskarası var. 5901 nömrəsi. Sonra dodaq qələmi. Bu da 41130. Əlavə olaraq belə bir klosu var. Bunu mən istifadə etmədim. Rənginin rəqəminin üstündə yazılır kodu. Belə bilmirəm kamerada nə qədər bilinir. Bundandır və bir də tananisi var. Belə. Bu da nömrəsini tapsam 6815 nömrəsidir. Belə. Yəni əslində çox makiyaj məhsullarım yoxdur. Makiyajım da biraz abartı oldu, amma nəysə. Onsuz da çox makiyaj saxlayan birisi deyiləm, tez gedir makiyajım. Belə. Hələlik bugünlük bu qədər oldu. Sizin də əlavə sualınız olsa yorumlara yazmağı yaddan çıxarmayın. Sağ olun, kanalıma abunə olmağı unutmayın.